Hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. AXC TV-nin Azad Meydan verilişindəsiniz. Bugünkü proqramımızda biz ölkə prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini müzakirə edəcək. Daha çox bu səfərin iqtisadi aspektlərini, yəni iqtisadi aspektlərinə toxunacaq, siyasi tərəfləri ilə bağlı verilişlər etmişik. Amma bu səfər və yaxud da ki, bu səfərdə imzalanan müqavilələr qarşılıqlı olaraq müxtəlif sahələr üzrə əməkdaşlığın nəticələri nədən ibarət ola biləcək? Proqnozlar nədən ibarətdir? Ona görə bugünkü verilişimizdə biz hörmətli iqtisadçımız Eldəniz müəllim Əmirovu efirimizə dəvət etmişik. Daha doğrusu texnologiyadan istifadə edərək onlayn şəkildə qoşulmuşuq. Əminəm ki, Eldəniz müəllim öz dəyərli fikirlərini bununla bağlı tamaşaçılarımıza çatdıracaq. Eldəniz müəllim, xoş gəlmişsiniz. Hoş gördük. Eldəniz müəllim, bilirsiniz ki, artıq iki tərəf müxtəlif sahələr üzrə, yəni əslində bu səfər çox çeşidli bir səfərdir, böyük bir səfərdir. Yəni qiymətlər müxtəlif dəyərləndirilir, yəni dividend baxımından, elə önəmi baxımından. Burada bir əsas məqam da ondan ibarətdir ki, bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası Trump başda olmaqla Çin Xalq Respublikasına qarşı bir iqtisadi savaşa başlayıb. Bu açıq, aydın. Sizin müsahibələrinizdə də buna rast gəlmişik. Əsas məqamlardan biri odur ki, 100%-in üzərində olan vergi məsələlərinin tətbiqi. İndi biz hər gün müxtəlif informasiya mənbələrindən məlumat alırıq ki, Amerika Birləşmiş Ştatları bu yöndə həm geri çəkilə bilər. Ertəsi gün görürük ki, daha bir şərt irəli sürülür ki, Birləşmiş Ştatlar tərəfindən ki, bu, çünki Çin Xalq Respublikası da bunu tətbiq edib ki, Çin geri çəkilsə, yəni bu bərabər bunu edə bilərik. Başqa biraz düşündürücü məqam ondan ibarətdir ki, bu tarifləri tətbiq edən vaxtı elə Ağ Evdən də belə bir bəyanat yayıldı ki, o dövlətlər ki, Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi bu, belə deyək də, prosesə qoşulmasa o ölkələrə qarşı müxtəlif sanksiyalar da tətbiq oluna bilər və yaxud da ki, ən yaxşı halda məhdudiyyətlər tətbiq olunmalı. Yəni, bu cür gərgin bir mühitdə belə bir səfərin edilməsi və ciddi bəyanatların verilməsi Azərbaycan üçün nələri vəd edir? Buyurun. Siz tamamilə doğru qeyd edirsiniz ki, hazırda qlobal iqtisadiyyatda çox ciddi problemlər yaşanmaqdadır. Bir qədər ucadan Amerika Birləşmiş danışın, mən rica edirəm sizdən. Deməli, düşünürəm ki, hazırda artıq dünyanın bir çox ölkələri sərt tarif siyasətinin yaratdığı narahatçılığı hiss etməkdədir. Bu, bilavasitə özünü qeyd edərdim ki, yəni həm açıq şəkildə göstərir, eyni zamanda gizli şəkildə göstərməkdədir. Dünya birjalarında baş verənlər, ölkələrin cəhd göstərmək, yəni qarşılıq vermək istəkləri bütün hallarda mən hesab edirəm ki, qısaca qeyd edəcəm ki, Amerika Birləşmiş Ştatlarının çox böyük ehtimal ki, bu ilin sonuna qədər geri addım atacağını biz görərik. Çünki bu tip davranışlar daha çox mənfi təsiri ABŞ-a ona görə göstərəcəkdir ki, digər ölkələrə olan təsirlərin kiçik bir hissəsi ABŞ-a geri dönüş edərsə, bu kiçiklər toplanaraq böyük bir kütlə yaratmış olacaq. Bu baxımdan bu məsələni bilincdir və belə bir vəziyyətdə hər bir ölkə alternativ istiqamətlər axtarışındadır. Bugün Azərbaycan da bu ölkələrdən biridir, Çin də, digər qonşularımızdır və Azərbaycanın artıq son 5 ildə daha çox izlənilən dinamik xarici iqtisadi diplomatiyası özünün, mən hesab edirəm ki, çox uğurlu bir dönəmini yaşayır. Və biz bunu multivektoral şəkildə həm Avropa ilə, həm okeanın o yüzü ilə, eyni zamanda Körfəz ölkələri ilə, mərkəzi deməli Asiya respublikaları ilə, eyni zamanda daha uzaqda olan Çinlə münasibətlərdə görürük. Konkret olaraq bu səfərin mahiyyətinə və effektlərinə gəldikdə, inanın ki, tam səmimi şəkildə ifadə edəcəm ki, bu səfər sözün həqiqi mənasında çox önəmli və bir çox digər səfərlərdən praktik olaraq ölkə iqtisadiyyatına və ölkənin nüfuzuna daha ciddi dəyər qatacaq bir
səfər olacaqdır. Ona görə ki, burada imzalanan sənədlər, öz əksini tapmış müddialar iqtisadiyyatın böyük əksər sahələrini əhatə edir və o cümlədən də Azərbaycan üçün zəruri olan bir çox məqamlar burada yer alır. Məsələn, viza rejiminin ləğv olunmasından toxunacaq. 2019-cu ildə Azərbaycan özünün turizm sahəsində rekord bir göstəricilər əldə etdiyi ili yaşadı. 3,2 milyon turist ölkəmizə gəldi. 2011-ci, yəni bu boşuna yaranmamışdı. 2011-ci ildə turizm ili elan olunduqdan sonra davamlı olaraq hər il ölkədə beynəlxalq tədbirlər keçirildi, müəyyən təbliğat, təşviqat işləri görüldü və nəhayət 2019-da bu baş verdi. Lakin pandemiyadan sonra kəskin eniş bir 4 dəfəlik bir eniş, böl 4 eniş yarandı. 790 neçə min insan gəldi. Və bu günə qədər də hələ 2019-cu ilin göstəricisini turist sayı baxımından turizm sektorunda tam bərpa etmək mümkün olmayıb. Çinlilər isə dünya iqtisadiyyatına, dünyada qlobal turizmə ən çox töhfə verən 5-liyə daxil olan ölkələrdəndir. Təsəvvür edin ki, 800-900 milyon Çinli hər il səfər edir. Və bu paydan nədən Azərbaycan yararlanması? Viza rejiminin ləğv olunması hesabına hesab edirəm ki, bu ili əminliklə deyə bilmərəm, amma 2026-cı ildə biz 2019-un bu göstəricisini yeniləyə biləcəyik. Təsəvvür edin ki, bu Çinlilərin ölkəmizin turizm sektoruna verdiyi töhfə ilə yekunlaşmayacaqdır bu viza ləğvi. Eyni zamanda burada Siz məbləği sahibkarların da bilirdinizmi ki, əvvəlki qaydada viza rejimi olanda hər iki tərəf, yəni hər iki ölkənin vətəndaşları hansı miqdarda o viza üçün ödəniş edirdi? bilirsiniz, yox, dəqiq rəqəm xatırlamıram, amma söhbət bundan gedir ki, burada ümumiyyətlə bu tip səfərlərdə vizaya Sənədləşmə ödənilən, məhdudiyyətləri olur. bəli, Vaxt prosedur aparır. var. Prosedur var, psixoloji məqamlar var. Yəni bir rahatçılıq başqa şeydir ki, pasportumu götürəcəm və gedəcəm, yaxınlaşacam, biletimi alacam. Amma o prosedurun özü hətta müftə, belə deyək, ödənişsiz olmuş olsa belə, bu bürokratik proseslər, sənəddə nəsə doğru deyil, kimdənsə fikir mübadiləsi, bunlar insanlar üçün ağır gəlir. Bəli. Bu baxımdan bunun maddi tərəfindən o bürokratik prosedurların götürülməsinin effektivliyi dəfələrcə çox. Və bu imkan verəcək ki, Azərbaycanlı sahibkarlar daha çox Çinə səfər etsinlər. Eyni zamanda Çinli sahibkarlar, Çinli investorlar Azərbaycana daha çox səfər etsinlər. Baxın, Çin bugün öz iqtisadi potensialı ilə öz sərhədləri daxilinə yerləşməyən nadir ölkələrdən biri, bəlkə də birincisidir. Məsələn, 2013-cü ildə bir kəmər bir yol təşəbbüsünün meydana gəlməsində səbəb də bu idi. Yəni, əhali artır, qüvvə var, potensial var, amma sərhədlər bu iqtisadi potensialı qarşılamaq gücündə deyil. Buna görə də artıq Çin genişlənmək istəyir. Və bu genişlənmək kontekstində daha etibarlı tərəfdaşa ehtiyac duyur. Azərbaycan da bir kəmər bir yol təşəbbüsünə ilkin qoşulan ölkələrdən biri olmuşdur. Azərbaycan hər dəfə mətbuatda çıxışında bu ifadəni belə deyək, altından xətt çəkərək işlədirəm ki, Azərbaycanın bu qədər uğurlu diplomatiyasının kökündə yalnız onun coğrafiya bir taledir kontekstində yerləşdiyi coğrafi koordinatlar deyil ki, şimal-cənub dəhlizi və şərq-qərb dəhlizi kəsişir. Bizim ölkəmiz üzərindən kəsişir. Kəsişir. Coğrafi baxımdan Azərbaycan bir Dekart koordinat sistemindən bir sıfır nöqtəsidir. Yəni koordinat başlanğıcıdır. Biz ilk obrazı desək, ilk sonunu biz şərq-qərb dəhlizi. Eldəniz bəy, yəqin ki, razılaşarsınız. Tək coğrafi məkan aydındır, önəmli rol oynayır, amma ölkənin özünün etibarlılığı, regiondakı rolu, mən üzr istəyirəm, Telman, mən elə bunu qeyd edəsiniz. önəmlidir məncə. Yəqin ki, bu da. Mən elə başlanğıcda bunu qeyd edirdim ki, təkcə coğrafi koordinatın verdiyi fürsətlər kifayət deyil. Məhz ölkənin etibarlı tərəfdaş olması, burada olan stabillik və nüfuzda artan dinamika, ümumiyyətlə xarici iqtisadi, siyasi diplomatiyanı qoyuram kənara. Xarici iqtisadi diplomatiya
bilavasitə özünü təsdiq edir. Baxın, Şimal Buzlu Okeandan Hind Okeanına qədər olan bir coğrafiyaya baxsaq, ən etibarlı koordinatlar şərqdən qərbə keçmək üçün Azərbaycandır. İran körfəzindən başlayıb bir dövlət gəlir Azərbaycanın cənub sərhəddinə, Azərbaycan və Azərbaycandan sonra da yəni Şimal Buzlu Okeanından Hind Okeanına qədər olan məsafədə 3 dövlətin ərazisi var. Və Azərbaycan ən etibarlı olaraq həm şərq tərəfdən qəbul edilir, həm qərb tərəfdən qəbul edilir. Həm də Və bu ölkəmizin isə razılaşaq ki, həm də ölkəmizin müstəqil olması, müstəqil qərar verməsi, hər hansı bir ölkənin forpostu, satelliti yox, öz qərarlarında müstəqil olmasa, sazişlərin bağlanmasa, özünə iki tərəfli, çox tərəfli partnyorlar seçəndə sərbəst qərar verməsi. Biz qonşulara diqqət yetirsək, ələl xüsusda Ermənistana baxaraq ki, bu ölkəyə olan təsirlər hansı mərkəzlərdən idarə olunur. Bəzən bu ölkənin nəinki bəzən əksər hallarda siyasi rəhbərliyin verdiyi qərarlar o Parisdən, Amsterdamdan və yaxud da ki, digər mərkəzlərdən verilən qərarlar üzərində deməli formalaşır. Ona görə də partnyor ölkələr bu cür ölkələrə yanaşmada əlbəttə ki, tərəddüd edir, ələl xüsusda iqtisadi məsələləri. Çünki hər bir ölkə, siz iqtisadçısınız, investisiya sərmayə qoyanda riskləri birinci ölçür. Riskləri birinci ölçür ki, qoyduğu investisiya yəni öz həyatda öz təsdiqini tapsın. Tamam, o etibarlılıq dedikdə məhz bura daxil olan komponentlərdən də biri, bəli, müstəqillikdir, iqtisadi siyasi müstəqillikdir. Yəni kimsənin müdaxiləsi ilə kimsənin təsiri altında qərarların verilməməsidir. Azərbaycan dövləti buna nail olub və bir daha, məsələn deyim, 1747-ci ildən bəri Azərbaycan dövrü olaraq 50 ildən bir, 70 ildən bir, 100 ildən bir nə qədərsə ərazi itirir. 1747-ci ildən bəri birinci dəfədir ki, Azərbaycanın ərazisini göstərən qrafikin uc hissəsi yuxarı qalxmağa başlayır. Doğru. Və bu da yəni cənab prezidentin və ordumuzun sayəsində və proses də davam etməkdədir. Şükürlər olsun. Əziz müəllim, girişdə bir məqamı vurğuladım. Amerika Birləşmiş Ştatlarının Çinlə görünən gərginliyi. Doğrudur, siz istəyərdim birinci iqtisadi təhlilinizi ortaya qoyasınız. İndi sonra bir sual da verəcəm, keçərik detallara, digər iqtisadi detallara. ABŞ hədələyir. Azərbaycan bu hədələri nəzərə alsaq ki, yeni administrasiya ilə hələ elə də ciddi təmaslar yoxdur. Xeyli vaxt keçsə də yeni administrasiyanın, belə demək mümkünsə, başı həm Ukrayna istiqamətinə qarışıb, eyni zamanda yaxın şərqdə müəyyən müzakirələrin aparılmasında iştirak edir. İran məsələsi isə etiraf edək ki, bu dəqiqə Vaşinqtonun bir nömrəli məsələlərindən nüvə mərkəzlərinin bağlanması və yaxud da ki, hədəfə alınması hələ ki, öz məntiqi nəticəsini, sonluğunu almayıb. Belə olan təqdirdə, əgər bu cür açıq-aşkar müqavilələrin bağlanması, biz Vaşinqtonun təhdidlərini nəzərə almışıqmı, Vaşinqtonun təhdidlərindən yan keçə biləcəyikmi? Keçə bilməsək, bu bizim üçün zərəri nədən ibarət ola bilər, maliyyə zərəri nədən ibarət ola bilər, yoxsa fərq etməz? Vaşinqtondan verilən bu qərarın öncə də qeyd etdim ki, uzun müddətli olmayacağına inanım hədsiz çoxdur. Bu məsələnin birinci tərəfi. Hətta bu davamlı olmuş olsa belə, bu zərərin dəyəcəyi ölkələri sıralamış olsa, zərər baxımından birinci yerdə Çin olacaq, Azərbaycanın sıralamada yeri 100-dən sonraki yerdə. Çünki Azərbaycanın ixracı və idxalı arasında olan mütənasiblik baxımından ABŞ bu baxımdan fayda götürən ölkədir. Trumpın komandasının mübarizəsi, davası ABŞ-ın ticarət dövriyyəsində olan mənfi saldo üzərindədir. Yəni, mən satdığımdan daha çox məhsul almaq zorunda qalıram. Mən daha çox pul verməli oluram. Və bu pulu Meksikaya, bu pulu Kanadaya, bu pulu Avropa İttifaqına
və bu pulu Çinə verir. Və 1,2 trilyon dollardan artıq olan mənfi saldosunun böyük bir hissəsi məhz bu dövlət üzərindədir və ən böyüyü də Çinin üzərində. Baxın, Avropa İttifaqından hardasa 350 e, deməli milyard dollarlıq bir mənfi saldo və bu mənfi saldonu qapatmaq üçün Avropa İttifaqından tələb etdi ki, siz məndən LNG qaz almalısınız. Avropa İttifaqı isə adekvat olaraq hazırda müzakirə edirlər ki, Rusiyadan alınan LNG qazlara olan sanksiya dayandırılsın və müddət uzaldılsın. Yəni, alternativ bazar olaraq Avropa İttifaqı Rusiya müraciət edir. Yəni, ABŞ-ın davası onun ticarət dövriyyəsində olan mənfi saldoya səbəb olan ölkələrlə. Sadəcə olaraq mən hesab edirəm ki, artıq hesab etməmin təsdiqi belə vardır ki, 90 günlük təxirə salınma nə deməkdir? Mənfi siqnal o qədər güclü oldu ki, hətta komanda üzvləri tərəfindən 90 günlük təxirə salınır. Böyük ehtimal ki, bunun bir 20 günü falan keçib, bir 70 gün sonra biz yenə o gün o müddətin Amma uzaldılmasını sizin bir açıklamanız bizdə var idi. O qərar verilən ilk günlərdə belə bir fikriniz var idi ki, Trump'ın bir qərarı, bir kəmər sıxma və yaxud güclü addımları dünya birjasında ABŞ üçün xeyli pul qazandırıb. Səhv eləmirəmsə 1,2 Təbii. milyard nə qədər. Siz onu təqdir etmişdiniz, yoxsa necə? Yox, bilirsiniz necədir? Məsələn deyim də, baxın, 90 günlük təxirə salınma ilə bağlı fikir qeyd edilən kimi, bununla bağlı bir əmir yox, bir möhür yox, bir fakt yox, sadəcə olaraq insan deyir ki, prosesi 90 günlük saxlayır. Nəticədə ABŞ birjaları 4 deməli, trilyon dollar gəlir əldə edir. 10 dəqiqə içərisində 4 trilyon dolları bir təcavüzkar dövlət müharibə vasitəsilə qazanmaq üçün 10 illər sərf edir. Bəli, belə fikirləriniz var idi. Yəni onu qeyd etmişdim. Siyasətdə də illər ki, bu lazım olur. Yəni, amma məsələn deyə, bir versiya var da, baxın, nəyə qeyd etmək istəyirəm. Bir versiya budur ki, Trump komandası yalnız müəyyən istiqamətlərə sərt tarif siyasətini elan edir. Bir versiya da var ki, kütləvi edir, birjalar ölür, daha sonra 90 günlük belə təxirə salır və 4 milyard. Yəni, proses nə qədər xaosa oxşasa belə, idarə edilən formatdan kənara heç nə çıxmayıb Amerika prezidenti. Yəni, bunu məqsədli edilər Və Amerika Birləşmiş Azərbaycanın Ştatlarının faydasınadır. Bunu mu demək istəyirsiniz? Təbii, yekun olaraq bu dövlətin faydasıdır. Onda Amma Azərbaycan sualı ümumiləşdirək. Biz Ağ Evin bəyan etdiyi məsələdə biz zərər görə biləcəyikmi? Bilirsiniz, zərər nisbi ifadədir. Yəni, qeyd edirəm ki, əgər dünya ölkələri ABŞ-ın tarif siyasətindən zərər görəcəksə və biz bu ölkələri sıralamış olsaq, birinci yerdə biz Çini görə bilərik, Azərbaycanı 100-dən sonraki yerlərdə görə bilərik. Təbii olaraq zərər görmü hallar ən azından ABŞ-ın bu siyasəti enerji resurslarının qiymətinin aşağı salınmasına hesablanmış həm də siyasətdir. Enerji, neftin qiymətinin düşməsi Azərbaycana təsir etməmiş olmayacaqdır, edəcəkdir. Amma eyni zamanda bizim idxal etdiyimiz ölkələrdə inflyasiyanın azalmasına nəticə etibarilə ölkəmizdə idxal inflyasiyasına da azalmasına təsir göstərəcək. Baxın, bu vəziyyətlərdə elə bir situasiya yaranıb ki, birmənalı olaraq prosesləri proqnoz etmək həddindən artıq çətindir. Biz bunun həqiqətən də çətin olduğunu nədə görürük? Qızılın qiymətinin qalxmasında. Qalxmasında. Baxın, qızılın qiymətinin qalxmasının əsas səbəbi bütün dövrlərdə bir nömrəli səbəb qlobal iqtisadiyyatda olan qeyri-müəyyənlikdir. Çünki investorlar hər zaman öz vəsaitlərini daha çox marja ilə gəlir götürə biləcək istiqamətlərə sərf edirlər. Amma o zaman ki, qeyri-müəyyənlik olur, bütün investorlar risklərin qiymətləndirilməsi baxımından ən etibarlı istiqamət olan maliyyə aləti olan qızıla üst tutulur. Və bu gün də qızılın qiyməti davamlı artırsa, deməli, bu gün də dünya iqtisadiyyatı ilə, qlobal iqtisadiyyatla bağlı
qeyri-müəyyənlik qalmaqdadır və dünyanın mərkəzi bankları, dünyanın aparıcı maliyyə qurumları, Ümumiləşdirərək dövlətlər deyə belə bilərik ki, riskləri hesablayıb Azərbaycan tərəfi və iqtidarın, belə demək mümkünsə, iqtisadi blokunun təmsilçiləri çox güman ki, bu məsələləri hesablayıblar. bilirsiniz, mən öncə də qeyd etdim ki, Azərbaycan qlobal dünyada beynəlxalq iqtisadi diplomatiyasını çox uğurlu həyata keçirir. Biz bunu, məsələn, mən Okeanos tayını dediyim, Mərkəzi Asiya Respublikalarını qeyd etdim, Çini qeyd etdim, Körfəz ölkələrini qeyd etdim. Bu əlaqələr onu deməyə əsas verir ki, Azərbaycan öz iqtisadi münasibətlərini çox yüksək səviyyədə təmin edib. Sözün həqiqi mənasında. Bu gün məsələn baxın, cənab prezident də dəfələrcə qeyd edib öz çıxışlarında ki, məsələn 2030-cu ilə qədər alternativ enerji mənbələri hesabına 5 giqavatdan artıq 5-6 giqavatlıq bir elektrik enerjisinin istehsal olunması ölkəmizdə və bir qisminin ixracı nəzərdə tutulur. Və bunun da başlıca maliyyə mənbəyi xarici investisiyalar olacaq. Və xarici investisiyaların ölkəmizə gəlib olması üçün ərəb ölkələri artıq bu prosesdədirlər. Çin investorlarının marağı vardır və yeri gəlmişkən imzalanan sənəddə də məhz Azərbaycanın alternativ enerji mənbələri əsas prioritet istiqamətlərdən Ona gələcək. biridir. O məqamlara elə belə deyək də, üçüncü sualım elə onunla bağlı olacaq. Eldəniz bəy, bir qədər siyasi sualdır, amma o bilirsiniz də, iki ölkə arasında bağlanan əsas sənədlərdə 10-a yaxın, 10, bir dəqiqə mən baxım, bir dəqiqə, 9-10-a yaxın bir bənd var. Orada birinci bəndlə də bir qədər belə demişdim, narahatlıq hissi keçirməyə bilmirik. Nə baxımdan keçirə bilmirik? Bilirsiniz ki, ələlxüsus Biden administrasiyası Ukrayna müharibəsi dönəmində özü də başda olmaqla bir neçə şəxs Haris belə səfər elədilər Tayvana, dəstəyini bildirdilər. Bilirsiniz ki, Çinin gözlənilən hücumu var idi və bu səfərlərdən sonra Çin Tayvana hücumlarını dayandırdı. Bax, cənab prezident həm səfərdə də bu fikirləri səsləndirdi. Baxırıq, o bənddə də yer alıb ki, Azərbaycan bir Çini tanıdığını vurğulayır o sənəddə, birinci bənddə və Tayvanı Çinin tərkib hissəsi kimi görür. Çin tərəfi də Azərbaycanın Ermənistanla sülh danışıqlarını təqdir edir, tanıyır. Doğrudur, ərazi məsələsi göstərilmir, doğrudur, ərazi məsələsi də yoxdur, bitib. Amma belə bir fikirlər var. Odur ki, siyasi sualdan iqtisadiyyata keçirsək, bu ikinci bənddə Azərbaycanı Vaşinqtonun hədəfinə gətirə bilərmi Tayvan məsələsində? Bilirsiniz, mən düşünmürəm ki, Azərbaycan bu istiqamətdə hər hansısa bir hədəfə çevrilsin. Çünki Tayvan məsələsində dünyanın 100-dən çox ölkəsinin oxşar mövqeyi var. Və Azərbaycanın da hər hansısa bir hədəfə gələcəyini düşünmürəm. Bu məsələnin birinci tərəfi. İkinci tərəf, Azərbaycan bir dövlət olaraq ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hər zaman hörmətlə yanaşıb. Strateji xəttdə biz bunu hər zaman nümayiş etdirmişik. O ki, qaldı digər detallara, mən düşünürəm ki, bu istiqamətdə uzun illər əldə olunan nəticələr və real faktlar şəxsən özümdə belə bir əminlik formalaşdırılıb ki, əgər cənab prezident ora imza atıbsa, hətta orada hər hansısa bir qaranlıq məqamlar qalıbsa belə, bizim bilmədiyimiz məqamlar ola bilər və risklərin qiymətləndirilməsi və daha doğru qərarın verilməsi baxımından hər hansısa bir ciddi riskin olmayacağına dair məndə bir əminlik var. Çünki möhtərəm cənab prezidentin sözün həqiqi mənasında peşəkarlığın və risklərin qiymətləndirilməsi baxımından atdığı addım, yəni hər hansısa bir narahatçılıq yaratmır. Anlaşıldı. Bir neçə bəndləri var burada. Digər detallara keçək. Hakim İqtidar Partiyası, Yeni Azərbaycan Partiyası ilə Çin Komünist Partiyasının əməkdaşlığı ilə bağlı müqavilə, İpək yolunun bərpası, daha sonra investisiyaların sizin dediyiniz kimi, bax, onların tətbiqi, dayanaq elə İpək yolunun bir dəhliz, bir yol məsələsinə. Yeniliklər nədən ibarət ola bilər? Bax, bu sahədə Çinin bu müqavilələrdən sonra dəstəyindən sonra investisiyalar
hansı şəkildə paylanıla bilər, ta Qafqaz, Cənubi Qafqaz bölgəsinə, yəni o dəhlizə məsələlər hansı şəkildə öz əksini tapa bilər? Bilirsiniz, fürsətdən istifadə edib bir məqamı deyim. Bu dəhlizlərlə bağlı mediada çox belə müzakirələr getməyə başladığı dönəmdən bəri bir iki ildən bir qədər çox, 2 il yarıma yaxın bir müddət ərzində bir kitab üzərində işlədim. Avraziyanın arteriya. 30-dan çox Asiya və Avropanın dəhlizləri burada cəmlənib. Eyni zamanda həm ümummilli liderin təşəbbüskar olduğu, eyni zamanda cənab prezidentin təşəbbüskar olduğu ondan artıq dəhlizlər bəs bu kitabda cəmlənmişdir və onların həm perspektivləri, həm yaranma tarixləri, risklər və digər geosiyasi məsələlər burada öz əksini tapıb. Mən nədən bunu vurğuladım? Məhz bu kitabı yazarkən o qeyd etdiyiniz istiqamətlər üzrə mən ildən artıq araşdırmalar aparmışdım. Müəyyən məsələləri belə deyək, aşkarlamaq üçün hələ özlüyümdə ki, sonra kitaba tökülək. Deməli, o zamandan bir məna olaraq mən qeyd etmək istərdim ki, Çinin bir kəmər, bir yol təşəbbüsü o sadəcə bir dəhliz deyil. Yəni o dəhliz formatından çıxmışdı. Əvvəl yaranan zaman bir dəhliz İpək yolu formatında bir dəhliz olaraq götürülmüşdür. Amma başlanğıcda xatırlayırsınızsa qeyd etdim ki, Çinin iqtisadi potensialı coğrafi sərhədləri daxilinə sığmır və ölkə genişlənmək istəyir. İqtisadi genişlənmək istəyir. Və bununla bağlı da bu bir kəmər bir yol təşəbbüsünü genişləndirməyə başladı və biz bugün Latın Amerikasında bunun izlərini görürük, Körfəz ölkələrində görürük. Bugün dünyanın aparıcı limanlarında Çin şirkətlərini görürük, ciddi pay sahibdilər və bu genişlənməkdir. Azərbaycan da bu təşəbbüsə ilk qoşulan ölkələrdən biri olmuşdur. Və etibarlı tərəfdaş olması hesab edirəm ki, Azərbaycanı Çin üçün son dərəcə önəmli etmişdir. 2013-dən başlayan prosesə uzun müddət deməli, Amerika Birləşmiş Ştatları tərəfindən birbaşa müdaxilə şəklində deyil, daha çox bu siyasətin uğursuz olacağı ilə bağlı təbliğat işləri aparılmağa başlamışdır. Amma son bir neçə ildə isə artıq alternativlər təklif olunur və iki dövlət arasında bu mübarizə gedir və belə bir durumda Azərbaycan dövləti mən hesab edirəm ki, necə ki, məsələn deyək, Amerika, Rusiya və yaxud da İsrail, Türkiyə, Çin bu münasibətlərdə bir tərəf mövqe, multivektoral yanaşma sərgiləmişdirsə, mən düşünürəm ki, hazırki vəziyyətdə Azərbaycan eyni zamanda ABŞ-ın strateji müttəfiqidir. Yəni, bu baxımdan mən hesab edirəm ki, ölkəmizin hər iqtisadi siyasətinin şaxələndirilmiş formada aparılması tam normaldır və uğurludur. Məsələn, qarşıda bizi D8 ölkələrinin konfransı gözləyəcəkdir. Azərbaycan bu deməli D8 təşkilatına üzv oldu. Yəqin ki, məlumatsız olmamış deyirsiniz detallarla da. Baxın, bu ölkələrin Azərbaycan bugün, sizə bir statistikanı deyəcəm. Azərbaycan bugün 18 beynəlxalq təşkilatın üzvüdür. 12 beynəlxalq təşkilata isə bu və ya digər formada tərəfdaş qismidir. Asosiativ üzvdür, gözlənti mövqedədir. Bəli, 30. Baxın, D8-də olan ölkələrə bir baxaq. Türkiyədən başlayır. Türkiyə, İran, Pakistan, Bangladeş, Venezuela, Malazya, üzr istəyirəm, Venezuela yoxdur, Malazya, İndoneziya, Misir, Nigeriya. Və bu ölkələr arasında, bu ölkələr 97-ci ildən bəri bir yaradılmış təşkilatdır. Ən böyüyü Türkiyədir. Türkiyə ilə Azərbaycanın ticarət bölgəsi 2023-cü ildə 7,6 milyard olub. Türkiyə ilə biz qardaşıq, tamam. Amma bir ölkə ilə bir istiqamətdə arxalanıb iqtisadi dayanıqlıq çox çətindir. Şaxələndirməyə ehtiyac vardır. Və bu baxımdan da Azərbaycanın digər qonşularla da, digər güclərlə də münasibət qurması, investisiya cəlb etməsi, əməkdaşlıq formatlarını genişləndirməsi tam normal olaraq qiymətləndirilir. Dəyərli Eldəniz müəllim, bizim təxminən 5 dəqiqə vaxtımız qalır. Ona görə mən məcburam
həm sənəddə əks olunan bəndləri, yəni həm də digər məqamları ümumi verəm və sizdən cavab alam. Görüşdə imzalanan sənəddə Çin tərəfi Azərbaycanın BMT-nin iqlim dəyişmələri ilə bağlı, biz COP 2019-u deyirik, təqdir edib və Azərbaycanın bu yöndə ciddi töhfələr verdiyini həm də sənəddə əks olunur. Bu bir. İkincisi, siz də vurğuladınız ki, Çin artıq işğaldan azad olunmuş ərazilərdə xüsusi layihələrlə və investisiyalarda, eləcə də alternativ enerji mənbəli, çünki Çinin texnologiyası, sizin də dediyiniz kimi, elmi texnologiyası inkişaf edir və həm yatırım, eləcə də əlçatanlıq baxımından uyğun olduğuna görə Çinin burada kifayət qədər, yəni mütəxəssislərinin iştirakı var, layihələri icra olunur. İki. Üçüncü, həmin sənəddə yenə qeyd olunur, Çin Azərbaycanın beynəlxalq VTO dedik də, beynəlxalq təşkilatın üzvlüyünü dəstəkləyəcəyini həm də sənəddə qeyd edib və ən nəhayət Çin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına rəsmən dəvət edib. Fikir verdinizmi? İqtisadi blokun coğrafiyası kifayət qədər böyük və genişdir. Bu dediyim məsələlərə istəyərdim siz daha detallı aydınlaşdırırsınız. Baxın, qeyd etdiyim 12 dövlət var idi, 12 beynəlxalq təşkilat var idi. Azərbaycan qismən belə deyək, birbaşa tam üzv olmasa da tərəfdaş qismində, biri də Şanxay Əməkdaşlıq Təşkilatı idi və yəni sualınızı bilmədən belə o məsələyə toxunmuşdum və Azərbaycanın bura üzv olması realdır və effektləri ölkə iqtisadiyyatı ümumiyyətlə ölkəmiz üçün mövcuddur. O ki, qaldı Çinin Azərbaycana investisiya yatırılmasına, istər işğaldan azad olunmuş ərazilərimizə, istər İşğalda deyəsən 3-cü yerdədir, səhv eləmirəmsə, bugünün göstəricilərinə görə Çinin Azərbaycana ixrac etdiyi məhsulların həcminə görə 3-cü sıradadır. Artmışdır. Təsəvvür edin ki, 2024-cü ildə ticarət dövriyyəmiz 21%-ə qədər, daha dəqiq 20,7% artıb 3,7 milyard deməli dollara çatıb. Mən hətta mən hesab edirəm ki, qarşıdakı dönəmdə bu rəqəm artacaqdır. Buna görə ki, Çini digər ölkələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri bilirsiniz nədir? Çində olan deməli iqtisadi ideyalar və bu ideyaları layihələrə keçərək real məhsulla tamamlanması arasında olan zaman dünyanın bütün ölkələrində üstələyir. Məsələn, ABŞ-da bir iqtisadi ideya formalaşırsa, 1 ilə, 2 ilə həyata keçə bilər. Bəzi ölkələr var ki, ideya var, 5 il kifayət etmir. Amma Çində isə istənilən iqtisadi ideya çox qısa müddətdə real layihəyə məhsula keçir. Bəli, biz bunu Çin avtomobil sənayesində görürük. Oxşar yanaşmanı biz alternativ enerji resurslarının istehsalında da görə biləcəyik. Çində bu istiqamətdə hazırda çox öndə gedən ölkədir. Texnoloji yeniliklər, texnoloji nailiyyətləri ABŞ-ı narahat edən əsas istiqamətlərdən biridir. Çin bu istiqamətdə yaxşı tərəfdaşdır. Çinin azad iqtisadi zonamıza investorlarının cəlb olunması hesab edirəm ki, həm orta dəhlizə öz effektini verəcəkdir təbii olaraq. Eyni zamanda ölkəmiz üçün bunun müsbət dividendləri inanılmaz çox olacaq. Yəni, bütün hallarda Çin ilə Azərbaycan arasında olan əməkdaşlıq formatları getdikcə şaxələnməkdədir. Kənd təsərrüfatı istiqamətlərini biz qeyd edə bilərik. Emal sənayemizin Çin texnologiyasına ehtiyacı varmı? Var. Alternativ enerji sektorunun ehtiyacı varmı? Var. Mən düşünürəm ki, biz 2026-cı ildə bunun rezonansını müsbət anlamda görə biləcəyik. Bir dəqiqə ilə də o beynəlxalq deməli ticarət təşkilatına üzvlük məsələsini istəyərdim. Bu nə qədər realdır, təkan verə bilər? Bilirsiniz, beynəlxalq əslində mən əslində bu ümumdünya beynəlxalq ticarət təşkilatına üzvlüyün tərəfdarı olmuşam, amma bununla bağlı müəyyən işlər gedir. Ölkəmizdə də bununla bağlı müəyyən üzvlük istiqamətində işlər gedir. Standartlar uyğun gəlməlidir ki, o islahatlar aparılmalıdır ki, orada müəyyən yanaşmalar var. Ona razılıq versin. Bəli. O qurumla razılıq verilsin və ölkəmizin də şərtlərinə o qurum tabi olsun. Biz idxaldan çox, bu qurum daha çox ixracatçılar üçün effektiv bir ortam yaradan bir
qurumdur. O məsələ var. Azərbaycanın idxaldan asılı olmaq müəyyən sahələrdə müəyyən problemlər yarada bilər. Buna görə də bu detallar müzakirə olunur, təhlillər edilir. Amma başqa bir məqamı qeyd etmək istəyirəm. Axı ABŞ-ın tarif siyasəti sözünü qeyd etdiyiniz Ümumdünya Ticarət Təşkilatının prinsiplərini tapdalayır. Bəli. Kimi ifadə edə bildimmi? Yəni, Bəli. bu qurumu özü ən çox narahatçılıq olur. Bunun statusunu tapdalayır. Doğrudur. Orada olan prinsipləri tapdalayır. Necə ki, illərdir Birləşmiş Millətlər Təşkilatının özünün və ali struktur olan Təhlükəsizlik Şurasının üzvlərinin islahata sayının dəyişməsinə ehtiyac Budur. olduğu kimi. Yəni, budur problem. Budur problem. Yəni, bəzən beynəlxalq təşkilat, güvəndiyimiz təşkilatlar belə adi məqamlarda o qədər gücsüz görünür ki, ora üzvlük belə Hər halda o bənddə effektiv yer olur. alıb, Azərbaycan niyyətini ifadə edib, Çin də bu barədə həmi o dediyimiz islahatların həyata keçirilməsinə dəstəyini ifadə edib və bütövlükdə üzvlük məsələsində Bakının yanında yer ala biləcəyini vurğulayıblar. Bu da sənəddə öz əksini tapıbdır. Dəyərli Eldəniz müəllim, sizə təşəkkür edirəm. Neftimizin Mən təşəkkür edirəm. düz sizinlə 35 dəqiqə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və onun komanda üzvlərinin Çin Xalq Respublikasına dövlət səfərinə sizinlə birlikdə təhlil elədik. Əsasən də iqtisadi sahələr, sizinlə birlikdə vurğuladığımız kimi bu dəyişən dünyada, xüsusda Birləşmiş Ştatlarla Çin arasında olan polemikanı deyək, sərt polemikanı deyək, iqtisadi hədələmələri deyək. Bunun fonunda Azərbaycan, yəni böyük aktorların müqabilində Azərbaycanın ata biləcəyi addımların trayektoriyasını, hansını ki hesablayıblar ki, bundan az zərər görsün. Onu sizinlə bərabər müzakirə etdik. Tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, bizimlə efirdə Azad Meydanda hörmətli iqtisadçı ekspertimiz Eldəniz müəllim Əmirov idi. Sağ olun, salamat qalın.